Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram, əziz izləyicilər. Mübarək Ramazan ayındayıq. Allah ibadət və itaətlərinizi qəbul etsin inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Biz keçən bəslərdə ümumi olaraq imamət barəsinin İslam dünyasında, İslamdan qabaq hansı formada təqdim olunmuşdu, bu məsələ toxunduq. Eyni zamanda Qur'an-ı Kərimdə ümumi imamət prinsiplərini də müzakirə etdik. Və keçən bəhsimizdə İslam Peyğəmbəri imamət məsələsinə nə zaman başladığı məsələyə toxunduq. Bu tarixi cəhətdən olduqca önəmli bir məsələdir. Çünki imam və imamətin tərifində dedik ki, imamət Peyğəmbərin canişinidir, Peyğəmbərin gətirdiyi dini qoruyur və İslam Peyğəmbəri ümumən canişinlik məsələsini nə zaman, hansı formada bildirmişdir. Qeyd etdik ki, Şüəra surəsinin 214-cü ayəsi və ənzir əşirətəkəl əqrəbin ayəsinin şən nuzulunda nəql olunan rəvayətə əsasən Həzrəti Peyğəmbər öz yaxınlarını Allahın dininə dəvət edir və özünü rəsul olaraq təqdim etdikdən sonra deyir ki, hər kim mənə bu işdə kömək etsə, o mənim xəlifəm və qardaşımdır. Bu zaman Əli əleyhissalam ayağa qalxır, Peyğəmbəri qəbul edir və Əli əleyhissalama xitabən Peyğəmbər buyurur ki, bu mənim qardaşım, vəsim və sizin aranızda xəlifəmdir. Bu məsələ bir çox təfsir kitablarında təəssüf olsun ki, təhrif olunub. Təbəri öz tarix kitabında bu məsələni geniş formada gətirsə də, yəni Həzrət Peyğəmbərin sözünü geniş formada gətirsə də, öz təfsir kitabında vəsi və xəlifə sözünü nəql etmir. Onun yerinə və kəza ifadəsinə istifadə edir. Yəni, Peyğəmbər Əliyə xitabən dedi ki, o mənim innə həzə əxi və kəza və kəza. Kəza yəni belə sözlər dedi. Yəni, Peyğəmbər nə dedi? Niyə görə bu böyüklükdə təfsirdə Allah Rəsulunun sözünü nəql etməkdə bu qədər səhlənkarlıq edir? Tarix kitabında bəli, bütöv olaraq gətirir. Amma təfsir kitabı ki, ayənin şə'n-i nuzulunda nazil olan, buyurulan tarix, hədis məlumatları tam olaraq gətirilməlidir. Təbəri və yaxud təbərə olmasın, başqa şəxslər tərəfindən bu söz götürülüb. Elmi cəhətdən, İslami cəhətdən bu heç bir formada qəbul olunması bir məsələ deyil. Bu iş növbəti tarixçilərin də qəbul etdiyi bir metoddur. Məsələn, İbn Kəsir tarix kitabının müəllifidir. Əl-Bidayə və Nəhəyə kitabının müəllifidir. Tarix kitabının mənbəyi heç bir formada təfsir kitabı olmamalı, tarix kitabı olmalıdır. Bu tarix kitabında bu hədisin mətnini tarixdən deyil, təfsirdən götürür. Yenə deyir ki, Peyğəmbər əleyhissalama xitabən dedi, İnnə həzə əxi və kəza və kəza. Yəni, bu elmi cəhətdən heç bir formada qəbul olunması bir məsələ deyil. Yəni, mən tarix kitabı yazıramsa, mənim istifadə etdiyim əsas mənbə tarixdir. Sən niyə Təbərinin tarixindən deyil, Təbərinin təfsirindən gətirirsən? Və yaxud özünü ziyalı adlandıran Misirli alimlərdən biri Məhəmməd Hüseyin özünün Məhəmməd Peyğəmbərin Həyatı adlı kitabında ilk olaraq bu hədisin birinci hissəsini gətirir. İkinci, növbəti nəşrlərdə ümumən bu məsələləri gətirmir. Sual budur. Yəni, bir insan və ənzir əşirətəkəl əqrəbin ayəsinin şən nuzulunda nəql olunan bu hədisi gördükdə
nə düşünür ki, bu müəlliflər bu hədisi gətirməyib burada? Təbii olaraq bunu düşünür ki, Allah Rəsulu öz risalətini təqdim edərkən öz canişinini də təqdim etmişdi. Bu canişini kimdir? Əli ibn Əbi Talib. Bu çıxarış olduğu üçün və istəmirlər insanlar, müəyyən şəxslər bu çıxarışı etsin, hədisi ya ümumən gətirməyiblər, ya hədisi naqis gətiriblər. Deməli, sağlam, ağıllı bir insan, düşüncəli bir insan bu hədisi oxuyarsa, belə bir nəticəyə gələcək ki, bəli, Peyğəmbər, digər Peyğəmbərlər kimi risalətinin ilk dönəmində canişinlik məsələsini insanlara təqdim etmiş və öz canişinini tanıtmışdı. Çünki bu çıxarış olmasaydı, hədisi bu formada gizlətməyə çalışmazdılar. Hədisi digər formalardan, yəni sənəd cəhətdən, dəlalət cəhətdən gizlətməyə çalışan alimlərdən də biri heç şübhəsiz İbn Teymiyyədir. İbn Teymiyyə özünün Minhac-ı Sünnə əsərində çalışır bu hədis barəsində müxtəlif fərziyyələri irəli sürsün. Ya bir dəfə hədisin sual altına almaq istəyir, ya bir dəfə hədisin dəlalətini sual altına almaq istəyir. Amma bunların heç birinə müvəffəq ola bilmir və belə bir fərzi sual ünvanlayır. O fərzi sual da budur ki, Peyğəmbər orada olan insanların hamısına xitabən demişdi ki, sizlərdən kim mənim dinimi qəbul etsə, mənə kömək etsə, o mənim xəlifəm olacaq. O deyir ki, İbn Teymiyyə deyir ki, indi orada 40 nəfər var idi fərzən. 40 nəfərin hamısı qəbul etsəydi ki, bəli, ya Peyğəmbər, biz səni qəbul edirik. Onların hamısı imam olacaqdı. Və yaxud, əgər imam Allah tərəfindən təyin olunursa, niyə Peyğəmbər ümumi onlara deyir ki, sizlərdən kim mənə kömək etsə, o mənim xəlifəm olacaq? Demək, İbn Teymiyyəni bu nəticə alır ki, demək, imamət məsələsi şiyyələrin dediyi kimi deyil. Yəni, Allah tərəfindən təyin olunmur və eyni zamanda bu, hər bir şəxs tərəfindən yerinə yetirilə biləsi bir məqam olardı. Baxın, həqiqət budur ki, Peyğəmbər bu sözü dedi və Həzrəti Əlidən başqa heç kəs bunu qəbul etmədi. İndi, əgər belə olsaydı, əgər başqa şəxs qəbul etsəydi və s. olsaydı, bunlar hamısı insanın fikirlərini mətindən yayındırmaqdır. Yəni, fərzidir. Əgər Allah Rəsulu olmasaydı, Allah Rəsulunun yerinə başqa bir Peyğəmbər olsaydı, baxın, bu formada fərzi sualları biz hər bir sahədə verə bilərik. Amma həqiqət budur ki, sonuncu din bizim Peyğəmbərin vasitəsi ilə çatıb. İndi bunu biz Peyğəmbəri tanımağa, Peyğəmbərin təbliğ metodunu tanımağa əvəzində gəlin fərzi suallar təyin edək. Əgər bizim Peyğəmbərin yerində başqa bir Peyğəmbər gəlsin, necə olacaqdır? Başqa millətdən çıx. Baxın, bunlar hamısı insanları o əsl həqiqətdən yayındırmaq üçündür. Sadə cavab budur ki, Peyğəmbər bilirdi zaten. Və onlar da bilirdi Peyğəmbər hansı köməyi nəzərdə tutur. Ona görə onların bir çoxu Peyğəmbərə kömək etdiyi halda, yəni zahirən, bu imamət məqamını qəbul etməmiş və yalnız bu məsələni Həzrəti Əleyhisselam qəbul etmişdi. Hər bir halda nəticə olaraq bunu deyirəm ki, İslam dünyasında imamət məsələsi Həzrəti Peyğəmbər tərəfindən və tam olaraq öz risalətini təqdim etdiyi vaxtda ortaya çıxan bir məsələdir. Necə ki, digər Peyğəmbərlərdə bu məsələ öz zamanlarında olmuşdu, İslam dünyasında da bu məsələ tam olaraq Peyğəmbərin zamanında ortaya çıxmış bir məsələ idi. Bu barədə Qurandan açıq-aydın dəlil varmı, yoxsa yox? İnşallah gələn müzakirələrdə siz əzizlərlə bəhs edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.